Valideyn o sərhəddə girməmiş, amma mütləq bir nəzarət proqramının içində olmalıdır. Valideyn məktəblə əlaqədə olmalıdır və məktəb, yəni müəllim, eşidilən tərəf olmalıdır. Müəllim zəifdir, müəllim heç də bilmir, müəllim uşağımı incitmək istəyir hissi ilə yox, müəllimi daha aydın dinləyəndə, daha obyektiv dinləyəndə uşağında nə baş verdiyini görə bilər o valideyn. Çünki müəllim o uşağı uşaqlar arasında görür. Müəllim o uşağı tək görmür. Əgər o uşaq başqa o cəmiyyətin içində, o sinifin içində, sinif yoldaşlarının içində həm özünə, həm də başqalarına ziyan vermək və yaxud da davranışlarında fərqli bir şey varsa, müəllim bunu daha aydın görə bilər. Çünki topluluq içərisində, cəmiyyət içində kiminsə fərqli davranış daha yaxşı görə bilirik. Belə bir dövrə girmişik ki, bu nəsil valideyn olaraq sanki bir narsiz uşaqlar yetişdirmək məqsədli gedir bütün proqramlar, bütün mexanizmlər ki, mənim uşağıma mən ancaq söz deyə bilərəm. Mənim uşağımın haqları, hüquqları razıyam. Bizim uşaqlarımızın haqları, hüquqları, onlar müdafiə olunmalıdır. Amma müəllim sanki başqa cəbhədədir hissini yaradılır bu uşağa. Müəllimlə eyni cəbhədə getdiyimizi uşaqlara anlatmalıyıq ki, müəllim bizdən eyni cəbhədədir, onunla döyüşmürük. Onunla bərabər biz həyat yolumuzu addımlayırıq və bu həyat yolunda, uzun bir həyat yolunda müəllim bizim yanımızdadır. Əgər biraz həm valideynlərin, həm uşaqlarımızın o narsistik tərəfini qırağa qoyarsaq, orada müəllimin avtoritetini üzə çıxardıb uşaqlarımız üçün xeyirli bir addım atmış olarıq.